İnsanın hüceyrəsi, zavodları, fabrikləri, yolları, təmir və rabitə xidmətləri, mərkəzi kompüteri, proqram təminatı, sərt diski və operativ yaddaşı olan ideal bir şəhərdir. Bu böyük şəhərin daxilində enerji batareyalarının istehsalı ilə məşğul olan minlərlə fabrik fəaliyyət göstərir. Bunlar son dərəcə mürəkkəb və möhtəşəm olan mitoxondriya adlı hissəciklərdir. Gəlin qısa şəkildə onların hüceyrə və bütün orqanizm üçün enerjini necə istehsal edib saxladıqlarına baxaq. Canlı sistemlərdə enerjinin saxlanması və ötürülməsi üçün əsasən adenozin trifosfat molekullarından istifadə olunur. Qısa şəkildə buna ATF molekulu deyilir. Yetkin bir insanın orqanizmi sutka ərzində orta hesabla 50 kiloqramdan 70 kiloqrama qədər ATF sərf edir. Bəzən bu rəqəm bundan da çox olur. ATF-in əsas hissəsi mitoxondrilərin daxilində yerləşən molekulyar maşınlar, zülaldan ibarət olan nanorobotlar vasitəsilə istehsal olunur. Glukozanın limon turşusuna və karbon qazına çevrilməsi mərhələlərindən sonra az miqdarda ATF və şərti olaraq artıq elektronlar əmələ gəlir. Bu elektronlar xüsusi elektron daşıyıcı molekullar tərəfindən tutulur. Sonra elektronlar son dərəcə mürəkkəb elektron nəqliyyat zəncirinə ötürülür. Bu zəncir bir qrup zülal nanorobotdan ibarətdir və onlar elektronların enerjisi hesabına protonları mitoxondrinin membranalar arası boşluğuna, protonların konsentrasiyasına qarşı nasos kimi vurur. Nəticədə protonlar membranalar arası boşluqda böyük miqdarda toplanaraq yüklərin konsentrasiya fərqini yaradır və geriyə qayıtmağa can atırlar. Onlara bu yol başqa bir nanorobotun, ATF sintaz adlanan qurğunun içindən verilir. Bu nanorobot təxminən 6000 amin turşudan ibarət mürəkkəb 3D arxitekturaya malikdir. Bu nanorobotun bir turbini var və protonlar ondan keçərkən suyun hidroelektrik stansiyasında olan turbin kimi bu turbini fırladır. Bu fırlanma nəticəsində nanorobotun məkan quruluşu dəyişir və adenozin difosfat ilə fosfat molekulları bir-birinə yaxınlaşaraq, onların sintez olunaraq adenozin trifosfat molekulunu, yəni ATF molekulunu əmələ gətirir. Turbinin bir tam dövrəsi zamanı 3 ATF molekulu sintez olunur. Turbinin fırlanma sürəti saniyədə təxminən 200 dövrədir, yəni saniyədə 600 ATF molekulu istehsal edilir. Nəzərə alsaq ki, hər bir hüceyrədə minlərlə mitoxondriya, hər bir mitoxondridə isə 100 minlərlə belə molekulyar maşın, nanorobot mövcuddur. Onda sintez olunan ATF-in ümumi miqdarı nəhəng ölçülərə çatır. Başa düşmək biraz çətindir, elə deyilmi? Təsəvvür edin ki, bütün bu mürəkkəb sistemi yaradan Allah necə də mükəmməldir. Yaradanı inkar edən ateistlər isə başa düşə bilmirlər ki, onların daxilində bütün bunları yaradıb hərəkətə gətirən varlığı inkar etmək nə dərəcədə məntiqsizdir.